28 aprel 2025-ci il. Bu bizim Karnika cinsindən olan arımızdır. Bu arı qışdan çıxanda çox zəif idi. Bu araya biz 2 dəfə qapalı yumurtalı çərçivə verdik, arısız, digər koloniyadan. Arı yenə də göstərirəm, çox sakit bir arıdır. Maşallahı var. Hal-hazırda arı 10 çərçivəni tutub və demək olar 7-8 çərçivəsində yumurta var. Qapalı, günlük və ya da larvalı. Yəni yumurtası çoxdur. Hava temperaturu hal-hazırda aşağıdır, 17-18 dərəcədir. Və bu arıya qat atmaq da olar, əslində bir neçə gündən sonra indi atmaq olar, bir neçə gündən sonra da atmaq olar. Amma arının yanına gec-gec gələ bildiyimə görə arının beçiyə meyllənməsini istəmirəm. Ona görə məcbur bu arıya qat atacam, həm də elə bir vəziyyətdə atmalıyam ki, soyuq olmasın arıya. Arı içəridə olan arı sayını deyil, yumurtadan çıxacaq arı sayını nəzərə alaraq beçiyə meyllənir. Yəni yumurtadan çıxacaq arı artıq yeşiyə yerləşməyəcək. O zaman arı beçiyə meyllənməyə başlayır. Onsuz da mən digər yeşiyi məsələn böldüm. Hələ də beçi üskükləri qoyur, digər yeşiyi də böldüm. Bir 5 gün əvvəl. Baxıram ki, hələ də beçi üskükləri qoymağa başlayır. İlk öncə yuxarı 1 ya 2 qapalı çərçivə, yumurtalı çərçivə alacam və içərisində keçəndən qalma bu cür qabarmış pətəklər qoyacam. Keçərindən qalır, bu hissə bir qədər yumurtadır bu arı. İndi buradan yaxşı 1-2 qapalı çıxarmalıyıq. İlin bu vaxtı adətən zəif arılarda güclü arılara qapalı yumurtalı çərçivə verirlər. Çünki artıq bal mövsümünə az qalıb. Oradan çıxan arılar, yəni güclü koloniya yaratsınlar və işçi arıların sayı, yəni tarlaya gedən arıların sayı çox olsun. Amma təəssüflər olsun ki, məndə arıların bəziləri beçiyə meyllənib deyə mən tərsini eləyəcəm. Yəni güclü arıdan bir qədər zəif arıya verəcəm. Ki onun beçə istəyi ən azından bir qədər öldürmək olsun. Buradakı arılar doğulub. Heç bunu qaldırmaq da olar, qaldırmamaq da olar. Qaldıraq yenə də. Bunu qoyuram bura. Digər güclü koloniyadan bura bir qapalı yumurta verəcəm mən. Demək yuxarı qaldırdıq 2 qapalı yumurta. Bunu qaldırmaq olar. Tamamilə qapalıdır. Bunu qaldırıb qoyuruq bura. Tam mərkəz hissəyə qoyuruq ki, arının yumurta atmaq hissəsi əsasən çərçivə bu mərkəzidir. Üstünü bağlayanda da yan hissələri bağlayacağıq. Yuxarı hissəyə isti hava qalxsın və yuxarıda olan arı havalar üşünməsin. Kənarlarına qabarmış pətəkləri qoyuruq. Qoyduq bu vəziyyətdə. İndi güclü koloniyadan bir qapalı çərçivə götürək. Bu cür üstü qapanmış bir yumurtalı çərçivə götürürük. Bunu yuxarı qoymayacağım. Necə yuxarı qoymayacağım? Arı üstünə çıxmaz birdən. Yəni aşağıdan yuxarı qalxmasın, üstü açıq qalmasın. Bunu aşağı hissəyə qoyacağım. Digər arının üstünü örtək, soyuq olmasın. Burada indi bir çərçivə boşluq qaldı. Bu boşluğu doldurmaq lazımdır. Orada xam pətək verəcəm.
Baxırıq divar çərçivəsinə. Divar çərçivəsində yumurta varsa, divar çərçivəsindən bu tərəfə qoyacaq. Yəni divara tərəf. Bəli, divar çərçivəsində yumurta var. Mən divar çərçivəsini bu tərəfə qoysam, bala sahəsini bölmüş olacaq. O da heç yaxşı bir şey deyil. Üstünə və şərbət püskürürəm ki, arılar qabartmağa daha çox meyilli olsunlar. Sad arılarda diqqət edəcəyim əsas 3 şey var. Gəniyə qarşı mübarizə, arıların yem ehtiyatı və betiyə getməməsi, betiyə meyillənməməsi. Bu arını qaldırıram yuxarı. Korpusu. Düzgün oturmağına diqqət etmək lazımdır. Hava keçməsin çünki. Güzel. Oturdu. Şimdi arının üstünü çok güzel şekilde bağlamak lazım. Yani sarmak lazım ki arıya soğuk olmasın. Yani havalar kızandan sonra təxminən 5 gündən, 6 gündən sonra kənarlarına kompətə yatmaq olar. Yavaş-yavaş genişləndirmək olar bu arını. Və sonra. Bacarmaq lazımdır ki, boşluq qalmasın. Çünki isti hava yuxarı qalxır, arının boş yerə enerji sərf eləməsinə səbəb olmaq olmaz. Arı inkişafdan qalır yoxsa. Bəs bu qədər. Biz akşam sizə bu arıya bəsləmədə verəcəm. Yem ehtiyatı həddindən artıq azdır.